Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə ən asan üsulla ballı tort hazırlayacağıq. Burada bizim 2 stakan şəkərimiz, 8 yumurtamız, balımız, mürəbbə suyu, vanilimiz, duru yağımız, kakaomuz, unumuz, çay sodamız var. Siz istəsəniz az miqdarda hazırlaya bilərsiniz. Yəni, mən biraz böyük miqdarda hazırlayıram deyə yumurtalarımı artıq götürmüşəm. İndi başlayaq yumurtalarımızı qabımızın içərisinə sındıraq. 2 stakan şəkərimizi əlavə edək və mikserlə ağarınca həll etmək lazımdır. Həll etdik. İndi bunun içərisinə duru yağımızı, mürəbbə suyumuzu, balımızı, 4 xörək qaşığı baldan istifadə edəcəyik. Və mikserlə yaxşı həll edək. Sonra qalan ərzaqlarımızı əlavə edək. Çay sodamızı, üç xörək qaşığı çay sodasından istifadə edəcəm. Kakaomuzu, burada 2 xörək qaşığı kakao var. Bu məndə 2 stakanlıq quruşkadır, yəni 2 stakan tutumu var. Vanilimizi və qarışdırmaq lazımdır. Mikserlə çalmaq lazım deyil. Ununu əlavə edəndən sonra çırpıcı ilə bax belə qarışdırmaq lazımdır. İstəsəniz badımsınızın içərisinə yağlı kağız da sərə bilərsiniz. İstəmirsinizsə un əlavə edə bilərsiniz. Bax, budur belə. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobamızda alt-üst eyni rejimdə bişirək. 4 dənə belə yumuşaq biskvitlərimiz alındı. Çox gözəl, zərif biskvitlər alındı.
Tortumuzun kremini mən belə qaymaqla hazırlayacağım. Siz istəsəniz zavarno kremlə hazırlaya bilərsiniz. Burada stakan yarım qaymaq var. Qaymağımızı mikserlə qatılaşınca həll edək. Qaymağımız tam həll olandan sonra içərisinə qatılaşdırılmış pişmiş süd və qatılaşdırılmış çiğ süd əlavə edəcəyik. Mikserlə yaxşı həll olunca qarışdıraq. Burada məndə qırmızı moruq püresi var. Bu qırmızı moruq püresinin içərisinə kraxmal əlavə edək. Bir xörək qaşığı yarım kraxmal əlavə edirəm və bunu ocağın üzərinə götürək. Qatılaşınca bişirək. Hazırladığımız dekordan əlavə edək. Yaxşı yağlayandan sonra qırmızı moruq böyürtkən püresindən əlavə edəcəyik. Püremizdən əlavə edək. Budur belə. Əgər siz sevmirsinizsə, əlavə etməyə bilərsiniz. Ballı tortumuz artıq hazırdır. Çox gözəl, möhtəşəm alındı. Hündürlüyü də gözəl alındı. Özü də bəzənməsi də gözəl alındı. Üzərini qırmızı moruq püresi ilə naxışdar etdim.